Bərdə rayonunda keçirilən immunizasiya həftəsi çərçivəsində 542-dən çox uşaq peyvəndə cəlb olunub. Təbib və Səhiyyə Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin təşkilatçılığı, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının texniki dəstəyi ilə 28 aprel 2 may 2025-ci il tarixlərində Avropa İmmunizasiya Həftəsi çərçivəsində Bərdə İmmunizasiya Həftəsi keçirilib. İmmunizasiya həftəsi çərçivəsində Bərdə rayonu üzrə 34 məntəqədə 542 nəfər prosesdə iştirak edib. Tədbirin əsas məqsədi peyvənddən kənarda qalmış uşaqların vakansiyaya cəlb edilməsi, peyvəndin həyatımızdakı rolu, habelə sağlam həyat tərzinin təbliği və peyvənddən imtina edən valideynlərin maarifləndirilməsindən ibarət olub. İmmunizasiya həftəsi çərçivəsində təbibin tabeliyində olan tibb müəssisələrindən və RGM-dən yerli həkimlərə dəstək məqsədi ilə müxtəlif ixtisaslı tibb işçiləri cəlb olunub.